Doymamış duz məhlulunun qatılığının məhlulun kütləsindən asılılıq qrafikinə əsasən doğru olmayan ifadələri müəyyən edin. X1, X2 keçidi üçün məhlula yalnız duz əlavə olunur. X1-dən X2-yə keçdiyimizdə məhlulun kütləsinin artması və faizin artması baş verib. Faizi artdığına görə deməli duz əlavə oluna bilər. X1, X3 keçidi üçün məhlula yalnız duz əlavə olub. X1, X3 keçidində məhlulun kütləsi artıb. Amma eyni zamanda da faizdə azalma var. Duz əlavə olunubsa faiz azala bilməz. Deməli, bu səhv fikirdir. X3, X1 keçidi, yəni bu istiqamətdə su buxarlanır. Deməli, məhlulda azalma var, faizdə artıb. Deməli, su buxarlanması doğru ola bilər. X2, X1 keçidi, X2, X1 keçidi su əlavə olunur. Deməli, su əlavə olunanda faizdə azalma olur. Amma məhlulun kütləsində azalma yox, artma olur. Ona görə 4 fikri də yanlışdır. Doğru olmayan ifadələr deməli 2 və 4.